Biz yine məsləhətçinin nömrəsindəyik. Bu məsləhətçinin indiyənəcən etdiyi sifarişlərə baxmaq istəyirik. Bunun üçün struktur üzrə hesabatlar və burada sifariş tarixi. Bu sifariş tarixinə baxmaqla görürük ki, bu məsləhətçinin axırıncı sifarişi olub 31 bal, məbləği olub 23 manat 67 qəpik, vurubdur 14-ü 12-ci ay 2014-də, bunun dövrü də edib 17-ci katallıq. Biz bayaq da baxdıq, 4 katallıqdır ki, bu məsləhətçi fəal deyildi. Məhsulu alıbdır, hardan alıb? 885 Gül Məmmədovanın məhsul paylama məntəqəsindən. Məsələn, buradan görürük, sonra 15-ci katallıqda aktiv olub, 10-cu-da aktiv olub 14 balla, 8-də olub, 7-də olub. Məsələn, burada baxırıq, bunu ofisdə vurulub. Məsələn, burada baxırıq, kənsilet, yəni ləğv olunmuş sifarişdir. Sifariş vurulub və ödənməyib. Sifariş geri qayıdıb 4-cü katallıqda. Sonra gedib o, təzədən həmin sifarişi ofisdə vurub. Baxın. 4-cü katallıqda olmuş hadisədir. Elə 69 bal olandır. Ondan sonrası yoxdur. Bu, son dövrün 10 informasiyasını, 10 sifariş tarixini göstərmiş olur. Yox, əgər marağınız varsa ki, lap əvvəllərə də baxasınız, bunun da variantı var. Bunun üçün hesabatlara basırıq. Maliyyə bölümünə. Bu maliyyə bölümündə biz məsləhətçinin balansında 3 manat 45 qəpik olduğunu görürük. Görünür ki, məsləhətçi ödəniş eləyəndə milyon vasitəsindən artıqlaşa pul qoyub, bu onun balansındadır. Biz onun burada loyallıq proqramına uyğun 490 balında görürük. Eyni zamanda bayaq da baxdıq, hazırda qrupunda toplanmış bal budur, qrupunun satış həcmi budur. Amma bizim indi işimiz bunun öz şəxsi fəallığına baxmaq idi. Ona görə də burada yəni belə bir variant var. Bunun ödənilməyənlər. Ödənilməmiş sifarişlər bizə bu lazım deyil. Biz bunun əgər hamısını bassaq, yəni bu məsləhətçinin maliyyə bölümündə, belə deyək, buxalteriyada, arxivdə, biz bunun, bu məsləhətçinin, o bayaq gördüyümüzdür, 14-cü katallıqda, 17-ci katallıqda 14-12-ci ayda elədiyi sifarişi. Amma baxsaq, 10 səhv idi. Görün, bunun 90 səhvə, 9 belə səhvəsi var. 9 belə səhvə var. Lap axıra gedək görək bunun birinci səhvəsi. 81.90-acı. Bunun ilk səhvəsi budur. İlk səhvəsi 2 manat. 15-3-cü ay 2010-da. Görünür, bu bunun qeydiyyata keçdiyi dövrdür. 15 mart 2010-da qeydiyyata keçib. Bax bu, bunun əsl sifarişi, 2 sifarişi budur. Və biz burada yazılmış nakladnoy nömrəsinin üstdən basanda sifarişin 2 görsənir. Baxın, Delight Etri alıb, Glacier alıb və sifarişinə nə vurub olmayıblar, onlar yazılıb, verildiyi bal. Yəni, burada hər bir şeyə baxmaq olur. Yəni, sifariş tarixi ilə məsləhətçinin, baxaq, lap axırıncı, bu sifarişə baxaq. Bu sifarişdir. Yəni, nakladnoy nömrəni, qaimə nömrəsinin üstün basanda sifarişin içi görsənmiş olur ki, məsləhətçi sifarişində nə yerləşdiribdir. Bu, sifariş tarixinə olanımız idi. Deməli, biz ya struktur üzrə hesabatlardan sifariş tarixi ilə giririk. Son 10 dövrü görə bilirik. Hansı katalıq dövrünə düşüb, bunlar burada görsənir. Yox, çox dərinə varıb, arxivə keçmək istəyiriksə, onda hesabatlar bölümündən, oradan maliyyə bölümünə keçib,
oru ilə baxa bilirik. Eləcə də yəni bir məsləhətçinin borcunu bilmək olanda da burada balans yox, borc sözündə. Bax burada göstərmiş olur ki, məsləhətçinin nə qədər borcu var. Amma bu insanda balans göstərir, yəni hələ onun hesabında artıqlaşa pul var. Mən hesab edirəm ki, bu da dəyərli məlumatdır. Sifarişin içinə girib oradakı gedişatları izləyə bilmək mümkündür. Bol sifarişlər, uğurlu şopinglər, gözəl alış-veriş sevinçləri, bol ballar arzulayıram hamınıza.